Gürcüstanda Marneolo bölgesinde yaşayan bir grup Azərbaycanlı bugün Marneolo'nun 22 sayılı seçki dairesinin karşısında etiraz aksiyası geçiriblər. Bu dəqiqə həmin etiraz aksiyasından son görüntüləri sizə təqdim edirik. Onlar Marneolo'nun icra başçısı vəzifəsinə Azərbaycanlı Əhməd İmanquliyevin namizədliyinin təsdiq olunmasını tələb ediblər. Amma Gürcüstanın Mərkəz Seçki Komissiyasının rəhbəri Eka Azaraşvili deyib ki, onlara daxil olan məlumata görə İmanquliyev son 2 il ərzində ölkədə yaşamayıb. Bu isə seçki kodeksi ilə qanuna ziddir. Partiya nümayəndəliyinə üzümü tutub deyirəm ki, qanundan kənar çıxmasınlar, seçki dairələrini təzyiq altına salmasınlar. Bizim qərara gəldikdə isə biz Əhməd İmanquliyevin son illər Gürcüstanda yaşayıb yaşamamasını araşdırdıq və gördük ki, həqiqətən də ölkədə yaşamayıb. Ona görə də namizədliyinin rədd edilməsinə qərar verdik.